Salam əzizləyicilər, hər vaxtınız xeyir. Deməli, bu videonun zəhmət olmasa sonuna qədər izləyin. Bir neçə sosial şəbəkələrimizdə, bizim profillərdə paylaşımlar eləyirik. Çox adam BMW-ni pisdir orada ki, Mercedes yaxşıdır, BMW belədir. İndi bu BMW gördüyünüz F10 avtomobili turbo mühərrik deyil. N53 mühərrikdir və sadə motordur, amma farsunqaları yüksək təzyiqli farsunqalardandır. Demək, bu avtomobil sahibi bizim yanımıza periboy silkələmə probleminə yaxınlaşmışdı. Avtomobili kompüter diaqnostika elədik və diaqnostika nəticəsində məlum oldu ki, 1-ci, 2-ci və 4-cü silindirlərdə nasazlıq var. Deməli, bu 4-cü silindirdən çıxan babin, görürsünüz nə? Həm partlıq vəziyyətdə, həm də görürsünüzmü? Baxın, həm də yağ. Yağ olma səbəbi avtomobil üst qışqa prokladkasından yağ verir. Bu məlum məsələdir. Eyni ilə Svetsanın alışma şamının vəziyyəti. Baxın, yağ. Görürsünüz, burada da babin düzgün toku verməyib deyə başlayıb alışma şamını sıradan çıxartmağa. Bütün babinlərdə hamısı firmadır. Babinin vəziyyətinə baxın. Biz burada BMW-ni pisləmirik, əksinə BMW tərifləyirik. Çünki mən hələ heç bir Mercedes modeli görməmişəm ki, bu vəziyyətdə babinlə və bu vəziyyətdə alışma şamı ilə bir il problemsiz işləsin. Və avtomobil sahibi də bir ildə avtomobilinə demək olar ki, qulluq elətdirmir. Başqa qulluq elətdirmirsən? Ancaq belə qardaş deyir ki, benzin töküb sürmüşəm, başqa heç bir şey. İndi avtomobildə lazımi profilaktik işlərə görüləcək. Üst qışqa prokladkası yağ verdiyinə görə dəyişdiriləcək. 6 ədəd alışma şamları, yəni Svetsalar yenisi ilə əvəz olunacaq, təbii ki, orijinalı ilə. Daha sonra isə babinlər yenisi ilə əvəz olunacaq və avtomobilin sahibi inşallah düzəldib yola salacağıq. Kimin ki, avtomobilində çəkim problemi var, ümumiyyətlə belə elektronik problemlər var, bizim servis seçib yaxınlaşa bilərlər. Nömrəmiz isə profildə qeyd olunub. Təşəkkürlər, izləmədə qalın.